2026-cı ilin daxil olmasına sayılı günlər qalıb. Bayram qabağı insanların qarşılaşdığı ən aktual problem isə qiymət artımıdır. Bakues komandası olaraq bu barədə şəhər sakinləri ilə sorğu keçirdik. Gəlin görək onlar əsasən nələrin qiymət artımından gileylənirlər. Bayram qabağı əsasən nələrdə qiymət artımı müşahidə edirsiniz? Marketlərdə ərzaq alarkən, yəni ən çox onlarda. Başqa nələrdə görürsünüz? Başqa elə yenə ancaq marketlərdə. Bir də indi şəhərdə müəyyən yerlər açılıb, orada da istifadə edirlər. Yenə qiymət artımı çoxdur, normadan artıqdır. Sizcə bu birbaşa bayram qabağı ilə əlaqəlidir, yoxsa həmişə belə baş verir? Yox, məncə bayram qabağı daha çox artır. Produktların qiyməti qalxıb. Sonra bayram əhval-ruhiyyəsinə aid olan hər şeyin qiymətləri çoxdur. Restoranlarda qiymətlər baha. Əslində yaxşı olardı ki, bu münasib olsun ki, hamı öz uşaqlarını çox gəzdirsin, əylənək, yeni ilin dadını çıxardaq. Belə hər şey yaxşıdır, şükür. Çox sağ ol. Yolkadır, sonra yeni ilə alınan aksesuarlar da hamısı genel olaraq çox bahadır. Yəni almaq mümkün deyil o dərəcədə. Daha çox məsələn yolkalar üçün olan oyuncaqlar, restoranlar və s. bir çox şeylərdə qiymət artımı həqiqətən çoxdur. Yəni heç bir təbəqəni nəzərə almırlar. Biraz qiymətlər göynəncidir.